Salam, bugün rəqəmsal cihazlar, gadgetlər haqqında danışacağıq. Xüsusilə tətil zamanı uşaqların bu vasitələrdən asılılığı kəskin şəkildə artır. Baxaq valideynlər bu məsələdə necə uşaqlarına kömək eləyə bilərlər. Bir neçə addımla tanış olacağıq. Birinci addım. Uşağı ittiham etmək yox, onunla tərəfdaş olmaq lazımdır. Bu nə mənaya gəlir? Biz adətən uşaqlara belə müraciət edirik ki, sən bu telefonda oturub çox vaxtını itirirsən və kütləşirsən. Bunun yerinə nə demək olar? Mən görürəm ki, bu telefon səni özünə çox çəkir. Gəl bir yerdə düşünək, necə eləyə bilərik ki, sən başqa işlərlə də məşğul ola biləsən. Çünki mən sənin sağlamlığın üçün çox narahatam. Burada bir məqam çox mühümdür. Uşaq bilməlidir ki, siz oyunun əleyhinəsiz, amma onun tərəfindəsiz. İkinci addım. Səbəbi anlamaq. Çox vaxt asıllıq səbəb yox, nəticədir. Uşağın kompüterdə oturması, oyunlar oynaması bu asan dopamin, yəni həzz, sevinc hormonu əldə etməsidir. Bu çox bəsit yolla, sadə yolla bu həzzi əldə edir. Çox vaxt uşaqlar boşluq, darıxmaq, gərginlik, təşviş hisslərindən qaçmaq üçün, reallıqdan qaçmaq üçün daha çox internetdə oturacaqlar. Bizim əsas məqsədimiz uşaqların hansı emosiyalardan qaçdığını, səbəbini öyrənməkdir. Burada əsas məqam kompüterin özü və ya telefonun özü ilə mübarizə aparmaq deyil, emosiyaya tərəf baxmaqdır. Hansı emosiyanın çatışmadığını. Üçüncü addım. Qadağan etməmək, onun yerinə əvəzləmək. Siz uşağın əlindən adi bir oyuncağı aldıqda da bir boşluq buraxılır. Mütləq telefonu əlindən aldıqda onu nə ilə əvəz eləyəcəyinizi əvvəldən düşünməlisiniz. Bu maraqlı və parlaq hər hansı bir birgə fəaliyyətlər olmalıdır. Bu oyunlar ola bilər, questlər ola bilər, gəzintilər ola bilər, hansısa birgə hətta evdə düzəltdiyiniz workshoplar ola bilər. Və burada da əsas məqam sizin canlı iştirakınızı, diqqətinizi, birgə canlı emosiyalarınızı ehtiva edən bir fəaliyyət olmağı əsasdır. Digər addımlar gələn videomuzda işıqlandıracağıq. Bizi izləməyə davam edin.